Değerli izleyiciler, hamını salamlayıram. Budur növbəti tıraş videomuz və növbəti tıraş videonun sənətkarları olacaqlar. Deməli, belə bir sintetik fırça. Deməli, bunun loftu ayrı alınıb və sapı ayrı alınıb, özüm birləşdirmişəm. G5 növ sintetik fırçadır. Maksimum dərəcədə tube and silver tip deməli, porsuk fırçaya oxşadıblar. Amma çox oxşayır və zahiri görünüşçə, amma deyil. Sintetikdir. Çox yumşaqdır, çox komfortludur və effektiv bir fırçadır. Bunu tez bir zamanda mən suya salım. Əslində ehtiyac yoxdur. Belə bir prosesə sintetik fırçalarda azca belə çox qısa bir müddətdə axar suyun altında saxlayıb bununla da bu növ fırçaların hazırlanma prosesi bitir. Deməli, davam edirik, yoldaşlar. Krem olaraq olacaq belə Axe adlı belə bir krem. Çox maraqlıdır. Bilmirəm hansı ölkədir, istehsalçı ölkə nədir, nə deyil. Üzürlük sayədir. Bunu deməli dənələmək üçün, test üçün bizə çox hörmətli Orxan abi verib. Bu deməli kremi köpükləndirmək üçün və üstə gəl belə bir dənə aftershave geldir, nədir belə bir şey verib bizə. Budur qutusu. Buyurun. Baxın, mənə də maraqlıdır, görək nədir bu. Haranıdır istehsalçı. Burada sahibləri da var. Budur. Rose oil of Bulgaria. Görək. Losyon kimi belə deyə spirtli istifadə edəcəyi sadə perme şarpı, yaşıl, sərin etdirici effektlə və əsas səbəbkar üz qırxanımız olacaq. Deməli, belə bir Comfy müəssisəyə aid olan belə bir üz qırxan. Artıq bu üz qırxan bizim kanalda olub, tıraşımız da olub. Amma bu deməli modelin alüminium versiyadan, bu pastamyan polad versiyasıdır. CNC dəzgahda hazırlanır. Və Trit Platinum tiyələri birinci istifadədə. Tez bir zamanda tiyanı çıxardaq. Budur. 2 qat kağıza bükülür. Tiyələr 1 qat. Bu da sonuncu ikinci qat. 1 sekund. Sevindirici haldır ki, burada deməli yapışqan yoxdur. Şəxsən məni sevindirir. Biraz sərtliyi var. Görək indi performansı necə olacaq. Tez bir zamanda üz qırxanımızı sökək. Budur. Tiyəni yerləşdirdik deməli. Qapaq hissəsinə plitəni keçirdirik. Hazırdır. Böyle yoldaşlar. Görək nə gəlir başımıza. Tez bir zamanda bu deməli bizim test üçün verilən bu krem sabunu sıxırıq bu qabımıza. Artıq bu deməli bizdə ki sintetik fırçadır. Belə böyük miqdarda bu kremə ehtiyac yoxdur. Fırçanı götürürük, sudan sıxırıq, azad edirik təmiz. Budur, hazır.
və hopdururuq kremi bu fırçaya. Xüsusi qoxu var. Çox maraqlı qoxusu var bu kremin. Nəysə hansısa bir bitkinin qoxusunu xatırladı. Yada sala bilmirəm nə bitkisidir. Amma çox yaxın həmin o bitki qoxusu var. Yəni sintetik qoxu deyil, bitki qoxusudur. Bəli. Yada sala bilmirəm nə bitkisidir. Böyle üstünde mi yazılır? Musculine, Collagen, Fraganza, Cream Shaving, Sensitive. Neyse. Parfüm nedir? Bounting Acid. Müxtəlif belə deyil, turşular da başa çıxmadı. Çox tez bir zamanda köpük alındı bizdə. Kifayət qədər belə deyək, yağlı deyək, nə deyək, sıxlı deyək. Belə çox qəşəngdir. Tez bir zamanda azca da olsa üzümü isladın. Deməli bəzi vecheyverlər tərsinə üzünü qurudurlar. Bilmirəm mən o niyə edirlər. Amma mən yəni biraz isladıram həmişə üzümü. %40'ını istatdım yoldaşlar və başlayaq birinci pərdə böyümə istiqamətdə 2 günlük saqqal birinci dəfədə istifadə edirik. Treat Platinum tiyələri Super Stainless. Görək nə gəlir başımıza. Lakin bartlarımızı biraz qaldıraq. Yox, lakin bartlara. Qırxmır. Mən tiyələri dəyişim yoldaşlar. Çox üzürlü sayın. Amma bu tiyələr xoşuma gəlmədi. Üzürlü sayın. Mən heç bilməzdim bu qədər effektivsiz olacaq bu tiyələr. Görək biz. Burada əlimizin altında nə var? Astra tiyələr var hələ. Bir sekund. Odur. Astra tiyələri birinci istifadədə. Görək. Odur. Və başlayaq yoldaşlar. Bu başqa məsələ.
Çox komfortlu üz qırxandır, həddindən artıq. Yəni ki, ümumiyyətlə siz nə yəni hiss edirsiniz üzünüzdə, nə bir şey. Öz işini görür. Təxmini hardasa performansı orta səviyyədə olan üz qırxanlara belə onlar kimi qırxır. Görək əks istiqamətdə nə ilə nəticələnir bizim tıraşımız. Ona görə nə isə demək biraz tezdir. Amma böyümə istiqamətdə heç bir problem yoxdur ümumiyyətlə. Yəni ki, çox komfortludur, çox. Birinci pərdə sona çatdı yoldaşlar. Deməli, keçirik növbəti pərdəyə. Üzümüzü sabunlayaq, köpükləndirək və başlayaq. Budur yoldaşlar, ikinci pərdə böyümənin əksinə görək nə ilə nəticələnir. Budur yoldaşlar, ikinci pərdə də sona çatdı. Krem haqqında bir-iki söz demək istəyirdim, sonda deyərəm. Deməli, tıraş DPS-dir, buralar qalıb. Məncə bir pərdə də bütöv getmək olar, əksinə tez bir zamanda mən üzümə köpüyü vurun və başlayaq.
Budur yoldaşlar, deməli tıraşımız sona çatdı. Artıq mikro çapıqlar əmələ gəlməyə başladı ki, o bizim dərimizin artıq belə deyək qalınlığı bitdi. Mən tez bir zamanda bu mikrofonu çıxardım. Sərin su ilə üzümü yaxalayıb qaydıram yanına. Budur yoldaşlar, Aftershave ProRaso'nun sərindirici effekti ilə. Onu da qeyd edim ki, kremin artıq sərindirici effekti üzündədir o. Üstəgəl bu. Və deməli bu kremi də deyəcəyim mənə hansı kremi xatırladı. Deyirdim axı, yəni çox tanış bir nəticə performansı idi. Hiss elədim ki, yəni su kimi getdi. Yəni ki, üz qırxan baxmayaraq ki, biz 3 pərdə etdik. Yəni ki, zədələr minimum idi, yəni sən demə, ona görə Aftershave bu ProRaso'nun effekti sanki su kimi gəlir, amma üzümdə indi hal-hazırda sərindirici effekti hiss edirəm. Əsl yaymalıdır yoldaşlar, yəni ki, alsaz buzdadır üzünü, vallahi yəni çox qəşəng, xoşuma gəlir. Və bizim deməli Soothing Cream Gel bu. Anlamadım nə məsələdir, amma Aftershave yazılır, gəlin inanaq o məsələyə və o nöqteyi nəzərdən bu kremi istifadə, məncə bəsdir bu qədər. Çox sağ olsun, bunlar deməli həm krem, həm bu Aftershave geldir, nədir, Cream Gel. Bunlar hamısı bizim çox hörmətli. Orxan abidir. Yəni hər dəfə çalışır, həftədə heç olmasa bir dəfə mənlə görüşsün və nə isə ötürsün ki, kanalda təqdim olsun. Çox sağ olsun. Nə ki, Orxan abi, bütün abilər hansılar ki, dəstək olurlar. Like ilə, hansı bir baxışla, kommentlə hamıya öz təşəkkürümü bildirirəm. Çox qəşəng kremdir, belə dəri qoxusu verir. Mən bir dəfə hansısa deyəsən belə bir balzamdan istifadə etdim. Adı yadımdan çıxdı. O da həmçinin birə-bir belə hisslər keçirtmişdim mən. Vay vay vay. Üzürlü sayın qaydaq. Deməli, fiyasko olan Treat Platinum deyələr, yəni ki, performans çox güman ki, bu 140-an həddindən artıq bizdə komfortludur deyənə, yəni ki, Treat Platinum çox yumuşaq qırxır bir sözlə, bu 140-an və Treat Platinum demək olar ki, yox kimi idi. Ümumiyyətlə, yəni heç nə, yəni performans sıfır. Saqqal hələ necə var, hələ qalmışdı üzündə. Yəni kəsmədi. Deməli, tiyələr haqda danışdıq. Krem və deməli fırça. Fırçanı özünüz gördünüz, performansı möhtəşəmdir, həddindən artıq. Mən bildiyim qədər 28-dir, yoxsa 30 millidir nodun diametri. Və G5 bu yeni nəsillərin bu sintetik belə deyək qılları, saqqal qıllarıdır, mən bildiyim qədər. Və performansı çox yüksək səviyyədədir. Eyni ilə bu bizim krem sabun da eyni ilə hələnçinədir. Hansı deməli kremi mənə xatırladı yoldaşlar, performanslarına görə, yəni birə-bir. Yəni həm sıxlığı, həm yağlığı, həm nə bilim sürüşkənliyi, hər şey çox yüksək səviyyədə idi. Belə Lider adlı Polşa istehsal olan, hələ əlimin altındadır burada. Bunu xatırladı. Polşa istehsalı. Amma bu krem haranındır, mən başa düşmədim. Net with Wimpert. Mən bilmədim haranıdır. Saytları da var, amma hansı istehsal ölkə bilmədim nədirsə.
budur krem sabunu. Çox xoşuma gəldi, çox qəşəng. Praraso Aftershave eyni ilə, yəni ki, möhtəşəm performans. Yəni ki, deməyə hansısa söz deməyə ehtiyac yox. Krem də qəşəngdir yoldaşlar, tez bir zamanda dərini sakitləşdirdi. Bir-iki dənə belə nöqtə kimi deməli çapıqlar alındı bizdə yenidə. Və keçək əsas səbəbkara. Deməli, Astra tiyələri deyim ki, yəni vəziyyəti belə bizdə bu tıraş video fiyasko olacaqdı, o vəziyyətdən çıxartdılar. Kifayət qədər yəni ki, itidirlər. Onu da qeyd edim ki, çox güman ki, bunlar ikinci istifadədədir. Ona baxmayan yerində performans çox qəşəng çıxdı. Düşünürəm ki, Astra tiyələr birinci istifadədə olsaydı, yəni ki, iki yəni ki, pərdəyə biz yekunlaşdırardıq tıraşımızı. Həmçinin bu üz qırxan mən başa düşdüyüm qədər sevir iti tiyələri, amma çox komfortludur. Çox komfortludur. Tiyəni ümumiyyətlə hiss etmirsiniz. Çox manevrlidir. Yəni ki, performansı çox qəşəngdir. Yəni ki, BBS deyil, yəni təmiz BBS deyil. Yəni BBS mənfi çıx və yaxud DFS plusdur. Amma düşünürəm, yəni tiyəni dəyişsəydi, biraz iti tiyəni yerləşdirsəydi bu üz qırxana, performans yəni ki, mənə gəlir ki, kifayət qədər yüksək olacaq. Çox qəşəngdir, çox xoşuma gəldi. Bilmədim bu deməli Campfe'nin nəyini saxtalaşdırıb, hansı modeli saxtalaşdırıb. Ümid edirəm hansısa düşünürəm, ki, hansısa Godfellas'ın brendin hansısa üz qırxanıdır. Amma bunun deməli alüminium versiyası artıq çox xoşuma gəlmişdi. Birə-bir, yəni ki, bütün geometrik haqq-hesablar eynidir. Yeganə fərqi nədədir yoldaşlar? Fərqi deməli metaldan. Yəni bu daha ağırdır, belə deyil, başqa heç nə. Qalan o qəbdir, ekspozisiyadır, filandır, üzdə hiss etmədi, birə-bir eyni. Çox xoşuma gəldi, manevrlidir, bunun altına, filana, yəni ki, belə çox manevrlidir. Üstəgəl bucaq seçimi çox genişdir, kifayət qədər. Yəni çox xoşuma gəldi. Yəni ki, alüminium versiyası kifayət qədər ucuzdur. Endirimlərə düşəndə çıxmasın, 50 manat ətrafındadır belə alüminium versiyası. Bu deməli paslanmayan polad biraz 2 dəfə çox olmalıdır mən bildiyim qədər. Ola bilsin yalancı çıxaram. Niyə? Çünki orada Campfe'nin deməli səhifəsində həmişə indirimdədir bütün üz qırxanlar. Sadəcə olaraq o marketinq bir addımıdır və o deməli misal üçün 25% daimi var endirim. Amma bir də görürsünüz 45-ə 50-yə düşdü endirim. Ona görə işdir, qarşınıza çıxsa, alsanız, bilmirəm, bu yenə də mənim subyektiv fikirlərimdir. Nəyisə məsləhət görmək mənə elə gəlir ki, düzgün deyil ümumiyyətlə. Amma mənim xoşuma gəldi. Yəni ki, Game Changer, yəni ki, sonra Rocca, həmin bu üz qırxan, Rockwell, 4-cü plitə, 5-ci plitə, sonra nə deyim sizə, Gillette Kings'i, belə. Yəni hələ R89 da, yəni ki, bu çox komfortludur bir sözlə, çox xoşuma gəldi. Belə, bu bizim üz qırxanımız, bilmədim nəyin saxtasıdır, amma Çin istehsalıdır, Campfe'dir, belə yoldaşlar. Ümid edirəm, deməli, bu video sizin xoşunuza gələr. Çalışaram bu deməli iştirakçılar kremlə, deməli sabun krem və aftershave'i inanmıram mən onun keçidi linkini tapa biləm. Amma yenə də çalışaram maksimum dərəcədə nəyisə tapıb deməli sizlə bölüşüm. Qalan bu 140-andır, problem yoxdur, onun keçidi ataram. Bir də Astra tiyələri, yəni ki, onlar trend yolda falan yenə də tapıb bir keçid saxlayaram sizə. Məndən bu qədər yoldaşlar. Düşünürəm video maraqlı oldu sizin üçün. Maraqlıdırsa like qoyun, komment bölməsində kommentlərinizi saxlayın. Subscribe olun, bölüşün video ilə. Məndən bu qədər. Sağ olun, gələn görüşlərdən. Sağ olun.